keçmiş millət vəkili Gülər Əhmədova Bakı Dövlət Universitetinin keçmiş lektoru Abel Məhərrəmovla bağlı Ramiz Mehdiyevin kölgəsində milyarder olan elm adamı akademik başlıqlı paylaşım edib. Yeni Sabah məlumat verir ki, o deyib ki, əslən Amasya rayonundan olan akademik Abel Məhərrəmov Ramiz müəllim, sizin xidmətinizi böyük qiymətləndiririk. Biz xırda adamları, sizin xidmətinizi xalq da böyük qiymətləndirir. Uğurların həyata keçməsinə siz rəhbərlik etmisiniz deyərək hələ 2020-ci ildə Ramiz Mehdiyevə yaxın olduğunu onun dəvəsinin toy mərasimində təsdiq etmişdi. Çünki onun sayəsində 50-yə yaxın mükafata, o cümlədən 1999-cu il Yusif Məmmədəliyev adına medalı ilə təltif olmuşdur. Abel Məhərrəmovun şəxsi avtomobil qarajında dünyanın ən müasir son model avtomobillərinin siyahısı bir Lamborghini Bentley 3, Porsche Cayenne 4, Land Rover 5, Mercedes Hank son model Zireyli dəyəri 1.800.000 manat avro dəyərində ölçülür 6, Audi GT7, Audi 8 son model qiyməti 450.000 avro 8, Mercedes Gelande Wagen qiyməti 250.000 avro 9, BMW 6 son model qiyməti 200.000 avro 10, BMW 6 qiyməti 400.000 avro. Abel Məhərrəmova məxsus olduğu iddia olunan mülklərin siyahısı 1. Binəqədidə Vorovski deyilən ərazidə 2 villa 2, Quba rayonunda 1 villa, Xızı rayonunda 1 villa, Nabranda 1 villa 5, Şüvəlan qəsəbəsində 1 villa 6, Mərdəkənd qəsəbəsində 1 villa 7, Amya yaxınlığında yerləşən Milyonçular məhəlləsində 1 villa 8, Şərifzadə küçəsində yerləşən ev 9, Mirzə Nərminə Sadıqovaya məxsus Globus uşaq bağçası 1, 8-ci mikrorayonda daha bir restoranı 11, N. Nərimanov heykəlinin yanında dəyəri 1 milyon manatdan yüksək olan mənzil. Hələ də düşünürəm ki, bu adamlarda hansı xüsusiyyət vardı ki, Ramiz Mehdiyev onları düz 30 ildir qoruyub, deyə Əhmədova fikrini yekunlaşdırıb.